Salam, hər birinizi salamlayıram. Kim mənə baxırsa, hər birinizə ayrı-ayrı salamlarımı göndərirəm. Və bugün mətbəximdə borş bişirmək qərarına gəldim. Çünki bugün Bakı çox soyuqdur, küləklidir. Düşündüm bu soyuq havada, küləkli havada borş daha xoş gələr bizə. Ona görə borş bişirdim. Daha doğrusu bişirirəm. Və istədim ki, bu borşu sizinlə paylaşım. Mən mətbəximdə borşumu necə bişirirəm, sizə təqdim edim. Borş üçün mənə lazımdır kələm, çuğundur, kök, duz, istiot sarı kök, soğan lazımdır, tomat pastası lazımdır, kartoşka lazımdır, cəfəri lazımdır və ət lazımdır. Qaynamış ətdir. Məndə dana ətidir. Və bir də yağ lazımdır, yağ soğan etmək üçün. Öncə nə edirəm? Mən bütün etapları sizə başa salım, bir-bir deyim. İlk öncə yağ soğan edirəm. Qızılı rəngə olana qədər soğanlarımı qızardıram. Artıq soğanlar qızılı rəngdə oldu. Mən indi kökü və çuğunduru əlavə edəcəm. Bir də xatırladım ki, mən öncədən 2 çuğundur götürmüşdüm. Onun birini sürtkəcdən keçirdim, birini isə qaynadıb qabığını soyub qoymuşam bura. Bunu isə indi əlavə etməyəcəm. Bunu saxlayıb boş bişənə yaxın əlavə edəcəm. Çünki onda boş daha yaxşı, rəngi daha qəşəng olur, qırmızı olur. Bunu qoyuram qırağa. İndi kökü və çuğundur əlavə edirəm. Bax, belə köklə çuğundur qovrulacaq burada biraz. Bu qovrulana qədər mən sizə başqa bir şey də xatırladım. Köklə çuğundur qovrulana qədər mən ətləri sudan çıxardıram. Çünki bunları da mən biraz qovuracağım. Ona görə də sulu olmamalıdır. Çıxardıb bir qıyıram qırağa. Qovurulan kök çuğundurun üzərindən də samanvari doğradığım kələmi əlavə edirəm. Qovrulan kələmin üstünə biraz duz əlavə edin. Az əlavə etmək lazımdır ki, çünki ətimizdə də duz atmışıq qaynayan vaxtı. Duzu ondan sonra əlavə edirəm ki, kələmləri duz biraz elə bir ki öldürür və qovrulanda da daha yaxşı həll olur. Ardından duz atandan sonra sarı kök və istiotu da əlavə edirəm. Və kartoşkaları əlavə edirəm. Kartoşkaların 3 dənəsini, belə 3 orta boy kartoşkadır. Onları bütün saxlamışam. Çünki o bişəndən sonra onu çəngəllə əzib yeməyimə qatıram. Çünki elə insan var ki, borş bişirəndə düyü qatır ona, nəsə qatır ona. Amma mən elə şey xoşlamıram. Çünki əsl borşun reseptində də heç düyü yoxdur. Ona görə kartoşkanı qatıram, 3 dənə kartoşka bişəndə əzib qatıram içinə. Çünki onda yemək daha həlimli kimi olur da, belə daha qəşəng olur dadı. Yəni hər xanımın öz bişirmə qayda üsulu var. Mən də belə bişirirəm. Və kartoşkaları da əlavə edib qovururam. Hərəsini belə bir 5-6 dəqiqə belə ayrı-ayrı qovurduqdan sonra əti əlavə edirəm. Bir 5 dəqiqədə əti qovurdum. Ondan sonra tomatı əlavə edirəm. Biraz da belə tomatla qovurdum. Və bir də xatırladım ki, əgər sizin çuğundurunuz yaxşı çuğundursa, heç qıraqda birini qaynatmağa ehtiyac yoxdur. Yəni əminsinizsə sizin çuğundur borşu qəşəng qırmızı edəcəksə, qıraqda qaynatmayın. Mən əmin olmadım çuğundurumdan, ona görə də qıraqda qaynatdım. İndi isə ətin suyunu əlavə edirəm. Bax, belə suyunu da əlavə etdim. Kartoşkaları bişənə qədər gözləyirəm. Kartoşkalar bişəndən sonra iri kartoşkaları çıxardıb əzirəm və yenidən qatacağım içinə. Yavaş-yavaş bunları da sizə göstərirəm. Bir də bildirim ki, dəfnə yarpağı atmaq lazımdır. 1-2 dənə, 3 dənə dəfnə yarpağı atmaq lazımdır. Məndə bu dəqiqə əlində yox idi, ona görə atmadım. Əgər varsa siz mütləq atın. Çünki dəfnə yarpağı xüsusi bir dad qatır. Kartoşkalar bişibdi. Mən seçdim, üçünü də çıxardım. Bax, belə vilka ilə əzirəm.
Şunu da bax belə əzirəm. Bilmirəm nə qədər bəyənəcəksiniz ya bəyənməyəcəksiniz, amma mənim bişirmə üsulum belədir. Fikirlərinizi sonra mənə bildirərsiniz. İndi bunu yenidən qatıram borşun içinə. Bir 10 dəqiqədə belə qaynadıram. Əzdikdən sonra qatıram bunu mən belə yeməyimə. Karıştırıram. Bir hardasa bir 10 dəqiqədə belə qaynayır. Sonra göyərtisini və bişirdiyim çuğunduru əlavə edib keçirdəcəm. Yetərincə yemək qaynadı. İndi isə göyərtisini və çuğundurunu əlavə edirəm. Və sonra qarışdırıb artıq demək olar ki hazırdır. Keçirdəcəm. Bax belə artıq yeməyim hazırdır. Altını keçirdirəm. Biraz yemək bir 10 dəqiqə keçəndən sonra servis edib sizə təqdim edəcəm. Artıq yeməyim hazırdır. Servis etdim. Bugünlük məndən bu qədər. Sonda Əli balama salam deyirəm buradan. Məndən salam gözləyir. Əli səni çox sevirəm. Mənim gözəl balam. Səni çoxlu salamlayıram. Bugünlük bu qədər xanımlar. Like etməyi, abunə olmağı və kommentariyalar yazmağı unutmayın. Sağ olun.